Herkese salamlar dostlar, mən Cross. Bugün sizlərə eğitim sahəsində necə spor maşını, məsəl üçün, eğitim sahəsinə girirsiniz, spor maşın olmağını istəyirsiniz. Bunu öyrədəcəm. Video keçməmişdən qabaq kanalıma abunə olub, videoya like atmağınızı çox istəyərəm. Yəni, inşallah edərsiniz. Dostlar, bunun bir yöntəmi var. Eğitim sahəsinin üstündən basırsınız və eğitimə girirsiniz. Bu necə ola bilər? Dostum, eğitim sahəsi açılanda, məsəl üçün, səndən qabaq gələn adam spor maşın çıxarıbsa və gedib, o 2 nəfərlik maşın var, sedan edərsən, deyək bilmirəm. Sedana minirsən və onun görürsünüz, sedan durub yerində. Deməli, yoxdur. Çıxış verirsiniz. Sizdən qabaq eğitimdə olan adam sedana minib onun rəngini orada bıraxıbsa, deməli siz ondan sonra girirsinizsə əyləncə parkına, sedan sizə denk gəlir. Yəni nə demək istədim, hamınız anladınız. İndi mən bunu belə denk gələnə qədər, yəni belə spor maşını tapana qədər edib videoyu sonra atacağım. Zəhmət olmasa əməyim üçün videoya like atıb kanalıma abunə olsanız sevinərəm. Dostlar, gördüyünüz kimi mən biraz da maşından gezeyim. Dostlar, sizdən bunu göstərməkdə məqsədim odur ki, siz də girib əylənə bilərsiniz. Zəhmət olmasa dostlar, videoma like atıb kanalıma abunə olmağı unutmayın, sağ olun.